Yay fəslinin başlamasına sayılı günlər qalır və əksər insanlar istirahət üçün planlar qurmağa başlayıb. Amma xarici tur paket qiymətlərindəki artım bəzilərinin planlarını dəyişməyə, bəzilərini isə tamamilə imtina etməyə vadar edir. Hər ildə maraqlanıram. Məsələn, keçən il 800 manat ətrafında olurdu. Bu il baxmışam 1500-də də görmüşəm, hətta bir neçə qiymətlərdə də görmüşəm. Yəni artım müşahidə olunur, bəli. Seçim etmək əvvəlki illərlə müqayisədə daha çətindir. Çünki qiymətlər hiss olunacaq qədər bahalaşıb. Türkiyə, Avropa, Ərəb ölkələri istiqamətində ötən ilə nisbətən 20%-dən çox artım var. Məsələn, 3 nəfərəm, mən bir nəfər 2 uşaqla 4000 Türkiyə getmək, 4000 bəlkə də ondan da baha deyilər. Amma biz tək getmişik, haradasa bir 3000-3500 belə çıxdı. Təyyarə biletləri, həm də otellər, hər şeylə bir ki getdikcə bahalaşır əlbəttə. Demək olar ki, bütün Avropa indi sərf eləmir. Belə də hər ölkədə, Türkiyədə qalxıb da. İniş il getdim, keçən il getmədim. Səbəb elə qiymət edir. Turizm üzrə ekspertlər qiymət artımını bir neçə səbəblə izah edir. Xarici valyutaların məzənnəsindəki dəyişikliklər, tələbatın artması, otellərin daxili qiymət siyasəti və s. 25-35% arasında artım müşahidə olunur. Təbii ki, bu da istiqamətə görə dəyişir. Hər il olduğu kimi bu ildə qardaş Türkiyə, xüsusən də Antalya bölgəsinə, Quşadası, Bodrum istiqamətinə tələbat daha çoxdur. Məsələn, bir nəfər üçün Türkiyə istiqamətinə gediş-dönüş bilet, qarşılama, yola salma və gündə 3 dəfə yemək bir nəfər üçün 700-800 manat aralığında dəyişirdisə, bu il artıq o qiymət 1300-1500 manat aralığında dəyişən qiymətlər mövcuddur. Viza tələb etməyən və ya sadə vizalı ölkələr səyahətçilər üçün daha əlçatan görünür. Amma bu ilki qiymətlər bu istiqamətlərdə də əvvəlki illərə nisbətən xeyli yüksəlib. Çin və Montenegro kimi ölkələrə də səfərlər artıq büdcə baxımından o qədər də sərfəli sayılmır. Montenegro istiqamətində də keçən illərə nisbətən qiymətlər bahadır. Müəyyən qədər təxminən bir 15-25% arasında dəyişir. Məsələn, 2024-ün yayında bir nəfər üçün Azərbaycan manatına ekvivalentində 1100-1300 manat aralığında dəyişirdi. Bu il həmin qiymət eyni kateqoriyada olan otel və eyni tarixlərə bir nəfər üçün 1500-1700 manat aralığında dəyişir. Pekin istiqamətində gediş-dönüş bilet, qarşılama, yola salma və səhər yeməyi daxil bir həftəlik 2000-2100 manat aralığında dəyişən qiymətlər mövcuddur. Digər şəhərlərə isə nisbətən ucuzdur. Fidan Səfər, Əsgər İbrahimli, SPAYS xəbər.